Menin baxtlı çağalığım Sovet dövrüne qabat geldi. Menin çağalarım bolsa baxtiyarlıq dövründə ösəyər. Bunlar Sovet ve Türkmen baxtiyarlıqları bir-birinin devamı. İkisem yalan, ikisem propaganda. Xalqı aldamak, oynamak üçün sen baxtlı deyərlər. Emma xalqın içindəki eləsi işləyən adamlar ozalar hem nəhil terror dövlətində yaşayanını bilərdi, həzirən bilər. Bu bilmez yalı hem edilen ok. Rejim özünə isə hər akıllı bolanaq paş edər. Misal üçün, Türkmen kanunları adamın özünə qarşı, qarındaşlarına qarşı verən görkezmesini yuridiki gücsüz hesaplayar. Emma Sovet dövründə hem həzir hem adama zor edib, aç xor saklab, urub yencib, çağlarını yesir zamin alıb, ayalını qızını zorlarız göz alında, özünü zorlarız deyən yalızatlara aydıb, özünə qarşı görkezme verdiriyərlər. Onlar bunu gizləb hem durmayarlar. Boris Şahmuradova özüne karşı görkezme verdirip sonra televizorda görkezdiler. Bu görkezmenin yuridiki gücü yok. Türkmen kanunları şeyle deyip dur. Emma kanun dinle kağızda qalayar. Türkmen yuristlərinin köpüsü Sovet dövründə hem həzir hem paraxor elitanın çağaları olub, okuva tanış, pul bilen giriyərlər ve kanunu bilmelidir, kanunu eğerlemelidir hem öğütmeyərlər. Devlet, prezident ya partiya bolsa bile göre zorluğa repressiya dayanır. Onlar bir adama xassa ruhu taydan sağdın dəl deyip, son ona özünü öz aydan zatlarına karşı bir zatlar deydirip, son şol qorku basış astında aytdırılan zatlar hem şol adamın özüne karşı ulanırlar. Yok, onlar bunu dinle Anna Sultan Kikilova yalı adamlara karşı dəl, bütün halka karşı ulanırlar. Onların halkı qorxuzmaqdakı terror aslında saklamakdakı esası quralı. Şu zatları ağır zəhmətdən bolsa, qorxudan göz açılmayan halka düşündürəcək olayan, başını eteğine salıp yakınlarına hop astına koyup, hakiki azatlığı, hakiki baxt üçün görəşən, az sanlı adamlara sağ olsun aydasın gələr. Dovam, mərtlərə üstünlük. Anna Sultan Kikilova. Söyəmək mən bu cahanda yarancaqlar gün görməni, yaxşı görən beylə gündə öz acalıma can verməni, içib bolar şəmal yalı, çar tarafa öysüb dursam, yan verməli olar onda, qarşımda qayıt tuban görsəm. Dönmərəm öz fikrimdən, atsalar da yanar o da, ömrüm boyu xizmət edəcək insan deyən Belənd zadə.